Önce toplaşan herkesi salamlayıram. Bu tarih müzeyi bizim doğma yurdumuzdur. Həmişə ətlə, sözümüz olanda öz dilimiz kimi qapısını açırıq, müraciət edirik. Sağ olsunlar, bu dəfə ilə sürpriz elədilər. Şəhidimizə, hər bir şəhidimiz ümumiyyətlə qardaşımızın dediyi kimi, hər bir şəhid haqqında tədbir hazırlanırsa, bu şəhidləri ehtiramla yad edirlər. Buna görə xüsusi təşəkkür edirəm mədəniyyət işçilərinə, tarix muzeyinin işçilərinə, hər kəsə. Orada qonaqlarımız əyləşib, şəhid analarımız, onlar mənim dərd ortaqlarımdır. Çox sağ olsunlar, hər kəs gələnlər. Burada şagirdlərimizi görürəm. Mən həmişə bir sözüm var, deyirəm ki, gələcək nəslimiz, bugünkü şəhidlərin, bugünkü qazilərin həyatının keçdiyi döyüş yollarını mükəmməl bilməlidirlər ki, onlar hansı əzabla, əziyyətlə bu torpaqlara hazır edib sizə verdilər. Siz də bu torpaqları göz bəbəyi kimi qoruyub, gələcək nəslə təqdim eləməlisiniz ki, bu şəhidlərimizin, ruhları inciməsin, qazilərimizin ağlayan canları biraz da ağlamasın. Danışmağa söz çoxdur, istəmirəm, vaxtı alın. Ona görə də yenə də təşəkkür edirəm, hər kəs mənə deyib gəlir, şəhid deyib gəlir, minnətlər çox sağ olun. Gözəl şairəmiz İsmirə xanım buradadır. Bilirsiniz ki, şəhidlərimiz haqqında nələr kitablar nəşr edilib, şeirlər yazılıb, şeirlər nəzir edilib. Öncə ifa olunan musiqidə ilə İsmirə Günəşin sözlərlə yazılmış musiqiydi. Mən İsmirə xanımı təşəkkür edirəm. O bizim öz qızımızdır. Mən o tədbirində iştirak elədik. Çox mükəmməl bir tədbir oldu. İndi isə mən istəyirəm sözü güzel şairimiz İsmirə xanım'a Biz bugün Suvayka Tarihi Muzeyine her zaman iştirak etmeye gelmiştik. Tam müzeyyanma davetine geldik. Süslü olarak hediye gönderdiler. Hatta sana da bildiler ki, Suvaykalar Bildirəlik Mərkəzində şəhidlər haqqında yazdığı İz dediği kitabının təkrarı oldu. Uzaqdan gələn şəhid ailələri mühafizlidir. Həmin uzaqdan gələn şəhid ailələrindən biri Ruslan Bəyramazın ailəsi idi. O, oğlunun şəhidini özü ilə aparmadı. Suvayka Muzeyində yer tapmasını istədi və Bəhrəmanın ayışını yerinə yetirib, Bəhrəman şəhidimiz Ruslan Bəhrəmanın şəhidini sizin müzeyə hədiyyə edirəm. Və eyni zamanda məşqlərə gedilmiş təqdimatda olan analar və bir də Bəhrəman nəslinə gəlmiş şəhidlərə sizə hədiyyə edirəm. Bir də Elçinin haqqında bir şehir səsləndirib, razı olmuşlar hədiyyə edirəm Bəhrəmanlara. Kitabında da Suvaykanın bir çox şəhidləri yer alıb, bir olsa olmasını istəyirəm. Sizdə düşünürüm ki, bədən çeşidi. Çünki Elçin mənim dəfələrlə kitabında olub. Ətənət ana özü də ilk Qarabağ savaşlarının şahidi olub. O ağrını, o acını, o kədəri hələ ilk Qarabağ savaşlarından yaşayıb rəyində. Bəlkə də heç o zaman ağrına belə gəlməzdir ki, gün gələr və İç Qarabağ savaşlarında övlad itirən anaların çəkdiyi ağrını bəlkə də 5 qat ardına özü də yaşayar. İki oğul böyüdü vətəndaşımız. Və bugün övladlarından biri xalqı üçün, milləti üçün, vətəninin torpaqlarını saxladığı üçün canından keçən zəhləmanlarından birini çəkdirdi. Odur ki, onun haqqında danışmağa da çox söz var, yazmağa da çox söz var. Amma Cəsur Qəhrəmanlar kitabında yer alan şehir səsləndirim haqqımıza çox alır. Sənin anan özü də keçmiş hərbici. Müharibə nə demək dəqiqliklə bilirdi.
görmüşdü çətinliyi, yaşamışdı o anı. Ancaq dönəsən deyə yolunu göstərir. Ümidləri özünü doğrultmadı bu dəfə. Od alovun içinə qayıtmadı balası, gözlərində yaş oldu. Ağardı qara dili, ömrün bahar çağında qışa döndü dünyası. Toy etmədi oğluna, subay köçdü cənnətə, vağzalı sədasına oynamadı bu qadın. Erməni qəhrəmanı, xalqımın xilaskarı, tarix kitablarına yazılır sənin adın. İllər keçib ayı için, illər keçib hələ də, anan məzar başında sənli xəyallar. Bircə gündə yadından çıxmamısan sən asla. O necə ki yaşayır, adın qəlbində. O necə ki yaşayır, adın qəlbində. Müqəddəs qadın, Allah sənə səbir, gözü, güc, qüvvət versin.